Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir maraqlı sual var idi. Bu sualın izahını vermək istəyirəm sizlər üçün. Baxın, əvvəlcə bu sualı necə yazılır biz? 99-un kvadratı qalsın yerində. Üzərinə əlsin 99 və 100-ü necə yazılır? Biz 99 üzərinə əlsin 1 kimi yaza bilərik. 100-ü yazdım 99 üzərinə əlsin 1 kimi. İşte baxın mənə bu nəyə bərabərdir? 2 ilə 99 görürük biz, düzdür? Onu 2 vursun 99 kimi yaza bilərik. Kökün altında 99'un kvadratı üzerine əlsin 2 vurulsun 99 və üzerine əlsin 1. Baxın mənlər, biz əlbəttə hər hansı ədədi 1'ə vurub bölə bilərdik. Heç nə dəyişmir ki. Biz bunu əlbəttə vurulsun 1 kimi göstərək. 2 vurulsun 1 vurulsun 99 kimi göstərə bilərik. Mənlər burada nə alınır? 99'un kvadratı üzerine əlsin 2 vurulsun 1 vurulsun 99 və üzerine əlsin 1'in kvadratı. 1'in kvadratı onsuz da 1 yerdə. Bunu 1'in kvadratı kimi yaza bilərik. Deməli bu ifadə nəyə bərabərmiş? Bu ifadə 99 üzerine əlsin 1'in kvadratıymış. Həqiqətən altı şey var da. A plus B'nin kvadratı nəyə bərabərdir? A kvadrat plus 2AB üzerine əlsin B kvadrat. Deməli bu ifadəmiz kökün altında 99 üzerine əlsin 1'in kvadratıymış. Kvadratla da kök gedir. Qalır 99 plus 1. Cavab 100 imiş.